Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Yine hamınızı hoş gördük bizim YouTube kanalımızın Sultan Ofis ailəsi. Değerli dostlarım, özünüz bilirsiniz ki YouTube'da ben her evi çəkmirəm. Çəkdiyim evler beton fundament özelliği olan mükemmel, kursalı ve şəxsi evler. Fərqi yoxdur, yəni fərdi yaşayış üçün çıxarış sərəncamı ilə verilən evləri də çəkirəm. Özünüz bilirsiniz. Bu isə kupçalı evdir. Altı beton fundamentdir. Kəməri, zadı necə lazımdır, gözəl görkəmli evdə. Əlaqə nömrələrimiz qeyd olunub səhifədə görünür. Dostlar, real alıcılar buyursunlar, gəlsinlər. Qiymət də gördüyünüz kimi 133 min manat. Real alıcıya endirim də var. İnşallah daxil olacaq evin həyətinə və evin için sizlərə göstərək. Bu arada Ayşə xanım, bir sözlü sualınız var izləyicilərimizə. Yox Rövşən bəy, davam eləyək. Ya Allah, hər kəs salamlayıram məndə, davam eləyək. Oradan danışırsınız. Bəli, buyurun. Nələr var? Gəlin həyətə inşallah. Dostlar, evimizin bax garaj qapısı var. Adden qapısı var. Garajdan girdiyin promo istəyirsən tam ilə gəl. Birbaşa 2 dənə maşın daxil olunur evin alt garaj hissəsinə. Evimiz böyükdür. Yer betonlu, fundament, kəməri zadı necə lazımdır. Evimizin həyətində sanitar boşluğumuz var. Üstündə su baxımız var. Buyurun baxa bilərsiniz. Evimizin böyrünə keçmək olur. Qırağında, ətrafında keçid yeri var değerli izləyicilər. Ev panorama belə bir pəncərə hissəsi var. Altı da otaq eləmək olar. Addenli avardılır. Tam necə lazımdır, keyfiyyətlə düzəldildir. Dostlar, burada bank salmaq üçün qəşəng bank belə bir yeri mövcuddur. İstəyən olsa buranı qazıqlayar, basen eləyər. İstəyən olsa heç qazıqlamaz, buranı gül-çiçək, ağac-mağaz, bax belə cərgə ilə aparar, qıraqlarında gül eləyər, bax belə böyürlərlə. Sərgəli bir şey yaradar. Evin arxasında da keçmək olur dostlar. Bu arada evimizin arxa tərəfində də yerimiz mövcuddur. Arkasında da yerimiz var. Rahat bir şekilde keçmək olur. Keçəcək evimizin içine. Keçməmişdən əvvəl dostlar kanalımızı bəyənin. Aşağı batmalı göstərirəm, qalxıram yuxarıya. Gəlin Allah'ın izniyle. Bak kanalımızın ses sistemləri hamısı mövcuddur. Şambo sistemləri hamısı mövcuddur dostlar. Gəlin bura. Evimizin qarajı. Dediyim kimi 2 dənə maşın rahat bir formada garaja girir. Ve aşağı kısımlara burada Alçıpanla istəsəniz kərpizlə ayrı otaq eləyə yerimizdə mövcuddur. Burada kombimiz var, təzə, yepyenidir, termal, hər bir şey qaydasında. Bütün istifon sistemlərinə kimi çəkilib bu hissəsi də tüplü olmuyor aşağı hissədə. Və dostlar, burada da mətbəx yeri var. Kim istəsə aşağıda bax, sərinlə. Yayı, sərin keçəcəyiniz yeri. Buradan da mətbəx elə, burada otur, ye, iç, qonaq yolasaq, necə lazımdır, tam keyfiyyətlə. Pəncərələr də dostlar açılır. Gəlin bura. Burada dolab da yığa bilərsiniz. Burada dolab üçün yeri var. Buradan da pəncərə boy, panoramik, gördüyünüz kimi. Çox səliqəli. Evə heç bir qolun qonşu pəncərəsi baxmır. Hündür olduğundan ancaq bu baxa bilər. Başqa işləyir. Keçək evinizlə. Keçməmişdən qabaq kanalımızı bəyənib, abunə olmağı unutmayın değerli dostlar. Ya Allah'ın adı. Dostlar, evimiz gördüyünüz kimi hündür kürsülüdür. Çox səliqəlidir. Hər bir şey tam qaydasında. Qapıları gözəl. Dama çıxış yeri bax göründüyü kimi oradandır. Keçək evə. Ya Allah. Evimiz çox qəşəng koridor sistemi, şıxlı bir sistemlə hazırlanıbdır. Yeri gördüyünüz kimi çox gözəldir. Mükəmməl bir evdir da dostlar. Keçək mətbəxə birinci. Mətbəximiz qəşəng səliqəli yığılıb. Gördüyünüz kimi gözəl mətbəx dizaynı var. Balkonumuz var dostlar buradan. Ay Allah, qışların səsinə baxın. Bura balkon hissəmizdir. Məhləsidir. Məhlənin kamera sistemi var. Bir dəqiqə göstərim sizə. Görürsünüz orada bax kamera sistemidir. Çox qəşəng
geniş, məhlədi, səliqəli. Ətraf yaşayışdır. Radiatorlarına qədər hamısı təsis olunubdur, qoyulub. Qapıları qəşəng qapılardır dostlar. Keçək evimizin getskisinə. Bura evin uşaq otağıdır. Burada gördüyünüz kimi çox qəşəng dizayn olunubdur. Pəncərəsindən də baxaq. Ətraf gördüyünüz kimi yaşayışdır, qəşəng bağlı bağçalı həyətləri mövcuddur. Sonra evimizin qonaq otağına keçirəm. Evin qonaq otağıdır dəyərli izləyicilər. Çox səliqəli, möhkəm, moşlu bir evdir. Ya Allah'ın adı. Ətraflı çəkib göstərirəm ki dostlar, evin hər bir şeyini özünüz qəşəng baxıb özünüz qiymətləndirəsiniz. Dəyəri özünüz verəsiniz Allah'ın izni ilə. Ya Allah'ın adı. Dostlar, burada isə evimizin yataq otaqlarıdır. Qəşəng, səliqəli, geniş yataq otaqlarıdır. Gördüyünüz kimi hər bir şey tam qəşəng dizayn olunubdur. Burada isə digər yataq otağımızdır. Aha. Burada da belə bir digər yataq otağıdır. Qəşəng, genişdir. Patolog işləmələri hamısı çox səliqəlidir. Tufa işləmələri əladır. Dostlar, gördüyünüz kimi heç bir evin problemi yoxdur. Səliqəlidir. Sənətdə kupça. Paket kupça dostlar. Evin sanitär qovşağına daxil olaq. Bəh, 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 bəh. Sanitər qovşağı da dostlar gördüyünüz kimi moydadırına qədər hamısı alınıb, yığılıbdır səliqə ilə. Duşu, zadı hamısı tam moşlu. Buyurun baxın duşun zadına. İstilik sistemi zadı hamısı qaydasında havalandırılma sisteminə qədər mövcuddur. Dostlar, belə bir ev axtaranlar, belə bir ev almaq istəyənlər ətraflı məlumat üçün ekranda, səhifədə göründüyü əlaqə nömrələri ilə zəng eləsinlər. Qapıları örtək. Qısa video çəkilişimizdə aparaq Allah'ın izni ilə. Buyurun, izləyin. Like eləməyi unutmayın dostlar. Bizim əsas vallahi həvəsə gətirən işimiz ondan ibarətdir ki, kanalımızı like eləyib abunə olasınız. Dəstək olasınız inşallah. Allah ömür versin hamınıza. Allah olmayanlara nəsib eləsin. Kimin gücü çatır, gəlsin alsın. Kimin dostlar gücü çatmır, Allah onlara elə bir imkan yetirsin ki, xeyrisi ilə Allah'ın izni ilə gəlsinlər belə ev alıb, belə bir evdə yaşasınlar. Amin deyirəm. İnşallah deyirəm, xeyrisi Allah'tan deyirəm. İnşallah da olar. Xeyrisi Allah'tan. Amin.